Salamünaleyküm əziz izləyicilər. Bugün 25 may. Usta üçün bayaq gördüm bir dənəsə qarı ilan dərisi gəldi. Çox bir canavar bir şeydir ya. Beton ilanının dərisidir. Beton ilanı. Neçə metrdir bu uzunluğu qonşu? Metr. Maşallah baxın buna baba. Təmiz. Natura dəridir ya. Yəni ki heç bir problemi yoxdur. Natura. Qonşu bundan nə hazırlayırsan Allah qoysa? Bu kutkalara sok vurulur. Dibin qırağına, sonra çiyin istiyə, Ay maşallah. damızın qırağına. Par parıldayır ha. İlan gidi, içdi, böldü, dərsi çıxarıldı. Ay maşallah. Allah xeyir olsun, ay qoş. Sağ ol, sağ ol. Klient bol olsun inşallah. Təmiz ilan dərsi istən oldu. Bax ünvan buzona. Bax onu önce parıldayır. Buna kraska vurulur, aşlanıqdır vurulur. Sonra Özü nə rəng olub ki? Sarı olub ha. deyə bilmərəm nə rəng olub. Hə, yəqin ki də. Amma qəşəng olur, par parıldayır. Ondan Şığın sonra altına rəng, bax. emal olunandan sonra rəng vurulur buna. Dənə deyə pulları. Bu Vietnamdan gəldi Türkiyəyə, oradan da mən zakaz vermişdim, bir dənə də mənə gəldi. Sonra qonşu bax Vietnamdan da işləyir. Buradan zakaz verir. Onlardan mən işləmirəm. Külləri işləyir, mən onlardan götürürüm. Allah xeyir versin.